Bəzən izolyasiya mərhələsinə o qədər səhlənkar yanaşırlar. Yəni sanki izolyasiya o deməkdir ki, nəyi hara vurursan vur, o isti soyuq saxlayacaq. Xeyr qardaşım, nəyi hara vurursan vur, isti soyuq saxlanması demək deyil. Məsəl üçün gəl belə deyək də, fərqi yoxdur, istir daşın olsun, mineralin olsun, penoplast olsun. Bu izolyasiya qoyulub bura. Bu izolyasiya hardan hara bağlanıb, nəyə bağlanıb? Yəni təsəvvür bura qədər vurulub, buradan bu tərəfə açıqdır. Bura alçıban vurmuşdur, düzdürmü? Bu alçıbanın arxası açıqdır. Buradan hava girir alçıbanın arxasına, başlayır hər yeri göyərtməyə. Bax, onu gördüm. Bu tavanın hər yeri göyərir. Yəni bu elə belə məsələn penoplastla tulluyum ora isti soyuq saxlayacaq. Belə bir şey yoxdur qardaş. Yaxşı, onda sən belə elə də əynivə geyindiyin kurtkanı at kürəyivə, görüm sən necə isti soyuq saxlayacaq. Kurtka sənin kürəyivə atmaq üçün deyil. Kurtka əynivə geyib zamokı çəkmək üçündür ki, səni istidən soyuqdan saxlasın. Bu izolyasiya məhsulu da belədir. İzolyasiya məhsulu tam olaraq hər bir yeri bağlamalıdır və ondan sonra evin içinə nə sabit, nə qeyri-sabit hava axını gəlməməlidir. Torlara bax burada. Oynaşırlar. Bax burada bir dənə bunlara ləzdirinçə lazımdır ki, nətər oynaşırlar, bax fikir verin. Belə olmaz. Yəni belə izolyasiya demək deyil. İzolyasiyanın incəliyini inşallah bax bu tavan söküləndən sonra görəcəksiniz ki, necə işlənəcək bax. Torlara baxın orada necə oynaşırlar bax elə. Sevinirlər, onlar tavan sökülür, oynaşırlar.